Hə, dərs qeyd olunur. Deməli, üçbucaqda sahələrə baxacağıq, amma axırlarına baxacağıq. Yəni, planlaşdırıram ki, bir 60 dənəsə sual izah edim. Deməli, elə 60-dan başlayaq gedək. Deməli, siz burada nəyə fikir verməlisiniz? Keçən dəfəki dərslərdə, Caner yayınlarının, kitablarının izahlarında həm oxşarlığa aid biz suallar görmüşdük, həm də belə də suallar görmüşdük. İki yolla bunu izah edəcəm. Məsələn, bizə nə deyir? Deyir ki, burada BN, bura 3K-ymış, burada nəymiş? 4K-ymış. Bu paralelliyə görə biz nə yazırdıq? Fales teoremini yazırdıq axı. Onda bura neçə olacaqdı? 3x, burada neçə olacaqdı? 4x. Fales. Onda bir qaydamız vardı. AB sinüs alfa qaydası. Sahələrdə nə qaydamız vardı? AB, burada da nə alfa olanda AB sinüs alfa bölük. Onun üçün nisbət götürürdük. Bax, buraya yazırdıq 9s, 3-3-ə vururduq. Bax, 7-ni 7-yə vuranda nə qədər olurdu? 49s. 49s'dən də 9-u çıxanda bura nə qalırdı? Anladıq? Bunu biz orada görmüşdük. İndi ABS üçbucağın sahəsi 49s'dir. Bu 98'də S nə qədər oldu? 2. Nə istəyir? AMN-sini. Aparıb yerinə qoyuruq. Bir də bunu oxşarlıq qaydasından isə belə yazırdıq. Oxşarlıqla da bunu yazmaq olar. Çünki paralellik var. Paralellik təbii ki, oxşarlıq bizə xatırlatmalıdır. Oxşarlıqla necə yazırdıq? Oxşarlıqla yazanda bu üçbucağı qaralayırdıq. Bunun tərəfi 3-dür. Böyük üçbucağın tərəfi nə qədərdir? 7-dir. Biz deyirik ki, sahələrin nisbəti K-nın kvadratıdır. K da oxşarlıq əmsalıdır. Oxşarlıq əmsalı da məsələn tərəflər nisbətidir. Uyğun tərəflər nisbəti. Deməli, S, B, M, N-i S, A, B, S-yə böləndə bunun tərəfi 3-dür, böyükün də tərəfi 7-dir. Bunun nəyi olacaq? Kvadrat. Onda belə çıxdı ki, bu 3-ün kvadratını buraya yazıram. Bu 7-nin kvadratını da hamısına yazıram. Onda bura neçə S qalır? Anladıq? Orada 49'un olar bir sual vereyim. Bəli. Bu 9s'i bildim. Hə, elə bildim 49 yazmışsınız. Hə, çıxmısınız. Bəli, bildim. Hə, çıxırıq, bütöv üçbucaq. Bəzən də nəzərə alacağım ki, siz Canerdə görübsünüz bəzi şeyləri. Deməli, düzbucaqlı üçbucaqda düzbucaq təpəsinin hipotenuzə çəkmiş hündürlüyü onu 4-lə 16-ya bölür. Təbii ki, burada nə olacaq? Proyeksiya. Hər kəs görüb. Proyeksiyanın qaydası nə idi? Hündürlüyün kvadratı, buraq emin. Hə, çalışaq əlavə danışmayaq, çox səs düşməsin. Onda bura nə oldu? 8. Sahəni də mən necə tapacam? 20 vurulsun, 8 bölünsün 2. Bəs bu nə qayda idi? Ümumi üçbucaqların sahəsi tərəf vurulsun, hündürlüyü bölü 2 idi. Şimdi gəlin 62-yə baxaq. 62-63 eyni olacaq. Deməli, burada bunlar bərabərliklər deməkdir. Həndəsədə bunlar bərabərliklər deməkdir. Bizə deyir ki, AC ilə BC bərabərdir. Deməli, bu bərabər yanlı düz bucaqlı üçbucaqdır. Təpə bucağı 90 dərəcədir. AD ilə BD bərabərmiş. Deməli, onda bu mediandır. Onda düz bucaqlı üçbucağın medianı hipotenuzun yarısıydı. Yəni, hipotenuza çəkmiş median hipotenuzun yarısıydı. Sonra bizə nədir? Bununla da bu eyniymiş. Belə çıxır ki, onda iki medianın kəsişdiyi nöqtəyə biz nə deyirdik? Ağırlıq mərkəzi deyirdik. Ağırlıq mərkəzində də medianların kəsişdiyi nöqtəyə deyirdik. Onda o təpədən başlayaraq 2 bölünsün, bir nisbətində bölünür. İndi bu median 3 oldu, sonda bura nə qədər oldu? 6. Çünki median hipotenuzun yarısı. Bəs yaxşı, bərabər yanlığı niyə verir? Bərabər yanında oturacağa çəkilmiş median həm hündürlüyüdür, həm də nə idi? Tənbölən idi. Tənbölən. Onda sahə yenə nə oldu? 6 vurulsun 3, bölünsün nə 2? Yəni AH bölünsün 2. 9. Bərabər yanlı üçbucaqda oturacağa çəkilmiş hündürlük tənbölən eynidir. Və bu 2 median kəskəndir. Təpədən başlayaraq median 2 bölünsün 1 nisbətində bölünür. 64. 64-də əslində sentyabrdan və yaxud da ki, bu 1-2 ay ərzində dərslərə qoşulanda bunu mən sizə lap isbatlarını da vermişəm. 64-də deyilir ki, bərabər yanlı üçbucağın oturacağı üzərində götürülmüş bir nöqtə var. Yan tərəflərə çəkilən məsafələr var. Hündürlük. Hə, bunlar nə idi? Hündürlüklər idi. Və mən deyirdim ki, hündürlük bizim hardan ağlımıza gəlməlidir? Hündürlük bizdə ağla sahədə gəlməlidir. Onda buradakı üçbucağın sahəsini, yəni SAYB-ni ümumiyyətlə yazaq. SAYB Burağa bölə 2. üstə gəl SBYS bərabərdir bütün üçbucağın sahəsi idi.
Hə, onda bunun biri olur AX bölü 2, diğeri de olur AY bölü 2 və toplayırıq, bütün saha eləyir. Bütün sahanı da A'ya görə mən belə yazaram. X bölü vuraq. Deməli, yan tərəfə çəkilən nə? Hündürlük. Yəni AH böl 2. Deməli, A Hə. bölü 2'lər gedir, onda hündürlüyü olur X bölü Y. Yəni o ikisinin cəmi hansı hündürlüyü verir? O təpədən oturacağa çəkilən yox, yan tərəfə çəkilən Yan hündürlüyü tərəf verir. tamam zəmit. Son. İndi burada da nə deyir? 15-dən nə edəcəksiniz? 7 çıxartsınız, cavabı nə olacaq? 8. Bir Axşamın dəfə bu axşam xeyir. O vaxtı blok imtahanına da düşüb. 65. Məsələn, bu 65 çox vaxt imtahanlara gələn biləcək bir sualdır. Elə biz də bu dəfə sınaqlara da salmışdıq bundan. Burada təmbölənlərdən danışır. Təmbölən görən kimi həmişə biz nələri yapışdırmalıyıq olar? Alfaları Qarşılıqlı. yapışdırmalıyıq. Təmbölən ki dedi, gəlirsən yazırsan alfa alfa. Təmbölən ki dedi, gəlib yazırsan beta beta. Onda bura nə olur çarpazlıqdan? Alfa bura nə olur çarpazlıqdan? Bərabər Beta. yanlış hesabım. Onda baba bu üç bucağa bax, bu üç bucağa bax. Bunlar nə oldu? Bərabər yanlıq. Yəni bura adırsa bura adı. Bura A idi. Onda yenə də bura adı. Onda altın neçə oldu? 2. Sonra əlavə nə var burada? 2 alfa ilə 2 beta 180-dır. Bir kör bucağa, bir iti bucağa görə. Onda 1 alfa ilə 1 beta 90-dır. Deməli bura nə oldu? düz 90. bucaq. Onda mən bura n desəm, bura m desəm, altda üzrə bir dənə Pifaqor teoremi əmələ gəldi. Bu belə. Perimetrdə oldu, toplayın 6. Amma burada maraqlı Aynen, bir mən də diğer fakt nədir? Əlavə səs gəlməsin, xahiş edirəm. Mən danışıram. Burada əlavə fakt nədir? Əlavə fakt odur ki, paralleloqramın belə bir gözəl xassəsi var. Bax, bu Y, BS üzərində istənilən bir yerdə olsa, burada gözəl bir qayda alınır. Bura S1-dirsə, bura S2-dirsə, bu orta S3-dürsə, onda S3, S1 ilə S2-nin cəmidir. Səbəb niyə? Niyə elə olur? Baxın, bu Y-dən mən götürürəm AB və BC paralel bir parça çəkirəm. Bu paralel parçanı çəkəndə, bura F desəm, A, B, Y, F1 olur paraleloqram. Paraleloqramda diagonal sahəni nə inirdi? Bu tərəfdə paraleloqram var. Burada nə inirdi? Və görürsünüz, orta indi nəyə bərabər oldu? Qıraqların nəyi oldu? Cəmi. Bunu ispat elədik. İndi ikinci ispat nə var burada? Mən bura A desəm, onda bu təpədən, bu yuxarı təpədən, Y təpəsindən, bu alta çəkilən hündürlük iki tərəf arasında nədir? Məsafədir. Yəni S, A, Y, D necə tapılır? AH bölü 2. Razıyıq. Bəs bu AH nədir? AH isə ümumi paraleloqramın sahəsidir. S, D-nin nə yarısı? Əslində buradan da görünürdü də, baxın. Mən bura S1 plus S2 deyəndə, toplayanda 2 dənə S1, S2 eləyirdi. Onun yarısı da S1, S2'dir. Yəni bu ortadakı sahə, bu ortadakı sahə, bütün sahanın nəyi olur? İndi deyin, təsdiq eləyin. Yarısı. Bitti. Deməli, onda burada biz nəyə baxacağıq? Perimetr 51-dirsə, 6A-mız 51-dir. Onda buradan 2A-mız nə olur? 17. Gəlin, buraya yazıram. Bu AM də 15'dir. Onda burada 90 idi. Pifagordan da buna nə tapıram? 8. Onda bu üçbucağın sahəsinin 2 qatı paralleloqramın sahəsini verir. Paralleloqram sahəsini istəsə. Yaxşı. Burada ABM-in falan sahəsini istəyir. İndi gələk bura. Diqqətli olun. Bunları silirəm. Bu qıraqları silirəm. Bunları da silirəm. Burada məntiq nədir? Bax, bu üçbucağın sahəsini mən hansı qayda ilə tapa bilərdim? A vurulsun, H bölünsün 2 ilə. Axı, mən bu üçbucağın da sahəsini elə E ilə tapa bilirəm. A vur, H bölünsün 2 ilə. Onda belə çıxır ki, bu təmbölənlər olanda bu sahələr bərabərdir. Onda bu ortadakı bu ikisinin cəmi olduğuna görə burada nə olur? Ümumiyyətlə, bax, fikir verin də 1A'ya S-dirsə, 2A'ya nədir? 2S. Buradan da belə eləyirik. Onda bura nə qədər olacaq? 15 vur 8. Bura olacaq nə qədər? 60 mı olur? 60. Bunlar da onun yarısıdır. 30. Bu, əslində, məsələn, paralleloqramın sahələrində tutaq ki, belə bir suallar da düşər. Qoy elə oradan da deyim. Tutaq ki, bunu belə çəkirəm. Bunu belə çəkirəm. İndi bu təmbölən deyil. Sadəcə belə bir söz deyirəm burada. Deyirəm, bura 2 hissədir, bura 3 hissədir. Burada onda neçə hissə olur? Onda mən bura 2S deməliyəm, bura neçə S deməliyəm? 3S. Onda ortada onsuz da bunların cəmidi neçə S olur? Məsələn, bax, burada bir trapesiya var, trapesiyanın sahəsindən danışır. Başa düşdük.
O yuxarıdakı hissələr eyni olduğuna görə rahat ol. Bunu da özünüz yazarsınız. İndi ABM-in sahasını sənə verib. Buranı 12 verib, buranı 12 verib. Bura nə qədər olacaq? 24. Burada 8-dir. Katetlərin hasili bölünsün 2 verməlidir 24-dür. Oradan da təyin edərsiniz. Yəni mən birini yazacağam, digərini də özünüz yazarsınız. Bu nədir? 67. 67-nin bu qədər söz yazmağı sizi qorxutmasın. Məntiq burada nədir? A-Y 3B-Y'dir. Biz Danildə bundan çox gördük. Bura X sonunda bura nə idi? Sonra biz nə deyirdik? Buranın sahəsi 12-dir. Buranın sahəsi 12-dirsə 1x 12-dirsə 3x nə idi? Deyirdik ki, bu oxşarlıq deyil. Onda bütün sahə nə qədər oldu? 48. Bəs bütün sahəni biz necə tapa bilirik? Tərəf vurulsun hündürlüyü bölünsün nə ilə? Bunu bizdən istəyir. Başa düşdünüz? Bir tərəfə görə həmişə sahə tərəf vurulsun hündürlüyü bölünsün 2-dir. İndi gəlin buna baxaq. Görək bu 69-da nə deyir? Bizə deyir ki, mərkəzi ABC üçbucağının AC tərəfi üzərində olan bir çevrə var. Digər tərəflərə toxunur. Onda mən nə edəcəm? Bunlara toxunması üçün, gəl belə birinci çəkək bu özü qursun. Bunlara deyir toxunur. Qalsın belə. Bax bu çevrə bilənlər. Toxunma mənim ağlıma nəyi gətirməlidir? Radius toxunana nədir? Perpendikular. Bax mərkəz də sənə deyir düşür bura. Və burada da toxunurlar. Yəni burada bir M-də toxunur, burada da bir N-də toxunur. Və bu mərkəz buranı götürmüşəm. Radius toxunandı 90 dərəcə. Radius toxunandı, gəldi birləşdi 90 dərəcə. Elə deyil. İndi bu çevrəni ataq o yana. Bunlarda nə mənə gəldi? Hündürlüklər. Bu hündürlüyü mən nədə istifadə edeyim? Üçbucağa bölüm. 2 dənə üçbucaq üçün nə yazım? Sahə qaydası. İndi baxın, mən də bu AB-yə bir A deyirəm, buna bir B deyirəm. Bu üçbucağın sahələrini tapıram. A vur R bölü 2, B vur R bölü 2. Və bu nəyə bərabər olur? ABC üçbucağının sahasına. Elə deyil. Müəllim, alınan fiqur romb olur, yoxsa kvadrat? Yox. Orada heç bir paralellik yoxdur. Ehtiyac yoxdur. Paralellik yoxdur. Sadəcə sahələr, 2 dənə üçbucaq var. 2 üçbucağın sahəsi nə olur? Hər biri ayrı-ayrı. Tərəf vur hündürlüyü bölü 2. Onu araşdırmaq lazım deyil. İndi baxın, radius var. Sahə də var. Bitdi də. Deməli, buradan R bölünsün 2-ni çölə çıxartsam, buradan A plus B qalır. Bu da SABC-dir. Düstur çıxartsaq, buradan radiusu da sizdən soruşa bilər. Olur 2 dənə SABC bölünsün A plus B. Bunu da bizə verib. Və belə bir düstur. Deməli, radius toxunana perpendikulyardır. Mən ondan istifadə edirəm. Və deyirdi ki, mərkəzdə gəlib bu altdakı tərəf üzərinə düşüb. Anladıq? Bəli. Nail, anladın bunu? Bəli, müəllim, anladım. Düsturundan da isbat kimi də düşə bilər. Birinci qruplar sizə öyrənin. Ona görə düstur harisə verirəm. Gəldik bu cəbr kimi düşündük. Modullar cəmi 0-dırsa hər toplanan nə idi bizdə? 0 idi. İndi görə hələ buradan biz nəyi alacağıq ki? Onda bunları tərəf-tərəfə toplayaram. 2-dən A üstəyəl, B üstəyəl, C alaram. Burada müəllimə kömək eləyin. 45, o da 27. Nə qədər eləyir? 2, 72. Onda A üstəyəl, B üstəyəl, C oldu nə qədər? 36. Herondan da istifadə eləyə bilərəm. Sonra A plus B-nin yerinə 21 qoysam, C-yə nə qalacaq burada? 15. C-nin yerinə 15 qoysam, A olacaq 12. C-nin yerinə 15 qoysam, B nə olacaq? 24-dən 15 çıxan 9. Bəxtimizdən bu Pifaqor ədədləri oldu. Bəxtimiz çəkməsəydi, götürüb nə ilə yazardıq bu sahəni? Heron düsturu. Herona nə necədir yazacağız? İndi düzbucaqlı üçbucaq oldu. Pifaqor ədədləri olduğuna görə oldu belə. Amma məsələn, bəzən mən sual quraram belə. Deyirəm ki, bu bərabərlik ödəyir. Orada da ABC üçbucağı falan yazarım. Sonra deyirəm ki, bunun kiçik hündürlüyünü tap. Kiçik hündürlüyü hara Böyük tərəfə çəkilir? çəkilən. Böyük tərəfə Yazaram çəkilən. 15H bölü 2 bərabərdir S üçbucağı nəyi? Sahəsi. O sahəni də əgər Pifaqor ədədləri olmasa, Herondan taparam. Başa düşdünüz? Ümumiyyətlə, hündürlüyün yada düşdüyü ən gözəl düstur sahədir. Bunu bilin. Gələk buna.
Burada deyir ki, tənbölənlərdir. Tənbölənlərdə çox qaydanı yadımıza salırıq. Təbii ki, ondan istifadə edəcəyik. Bu tənbölən edirsə, bura x, bura y, bura a, bura b. Onda nə edirdik? A-nı x-ə böləndə b-ni də nəyə bölürdük? Y-ə və bunların yerlərində dəyişə bilirdik də. Yəni istəsəydik belə də yazardıq. İndi baxaq. Deyir AB 6-dır, AC 12-dir. Onda burada nisbəti nə olacaq? K-nın 2K-ya. Niyə? 6-nın 12, 1-in 2-yə nisbətidir. BC-ni də 15 verdiyinə görə bunları toplayanda 3K-mız 15-dir. Onda K-mız 5-dir. Gətirib yenə yazırıq bura. İndi gəlirik buradan tənbölənə baxırıq. Hansı üç bucaqda? Bu üç bucaqda. Oradan tənbölənə baxırdıq. 12 ilə 10-u ixtisar eləyəndə bura 5K düşür. Burada 6K düşür. Onda bura 6S olur. Burada neçə S olur? 5S. 5S. Ümumiyyətlə tənböləndə bunu öyrənin. Tənböləndə onu tez də öyrənmək olar. Bax, bura tutaq ki 10-dur, burada tutaq ki 25-dir. Onsuz da tənböləndə nəyə bölətsən? Bunu buna böləndə bunu buna bölətsən axı. Elə bir dəfənin bunu buna böl. 2-nin 5-ə. Gətir buraya yaz. 2S. Burada nə yaz? 5. Onsuz da bura 2x, bura 5x olacaq da. Aydındır. Yəni belə bir ümumi düstur demək olar. Onsuz da AB sinüs alfa anlayışı ilə bu tənbölən də axı sabit qalacaq orada. Belə bir düstur demək olar. Nə? AX. A, B, T bölünsün S, T, B, S. Yəni iki üst bucağın sahələr nisbəti A bölünsün B'dir. Anladıq? Bəli. Aydındır. İspatı da budur. AT sinüs alfa bölü 2. BT sinüs alfa bölü 2. Onlar ixtisar getdi. 74. Düzbucaqlı üçbucağın daxilinə çəkilmiş çevrənin toxunma nöqtəsi ilə hipotenüs 6 ilə 12-yə 20-yə bölünüb, üçbucağın sahəsini tapır. Sahə onların ikisinin hasili idi. Çevrədə keçəndə bu qaydanı dedik. Sizə canirdə də dedik. Bilməyənlər də yazsınlar. Əgər düzbucaqlı üçbucağın daxilinə çəkilmiş çevrə hipotenuzla toxunduğu yerdə hipotenuz 2 yerə bölünür və onları bizə verirsə, yəni o parçaları verirsə, şərt odur. Sahə elə M vurulsun M-dir. Bunu bilin. Deməli, sahə ilə nədir? 120. Bitdi. Burada da sahə nədir? 96. 96. Hə, burada da bu var. Ha, bax, buradan N-dir. Bunu da bilin. Burada toxunduğu nöqtəyə qədər də M-dir. Onda buralarda nə olurdu bizdə? Mərkəz götürsək. Radius. Onda bunlar da olacaq nə? Radius. Biz burada yer gəlində Pifagor da yazıb uzun. Bax, belə də eləyə bilərik, baxın. Bura 6-dırsa, bura 6-dır. Bura 20-dirsə, bura nədir? 20. İndi Pifagor yazın. R plus 6-nın kvadratı, R plus 20-nin kvadratı, 26-nın kvadratı. Götürün, R-i tapın, sonra da sahəni tapın. Bildiniz? Bəli. Görəsən, burada bir normal ədədlər hansılar var ki? 13, hansı ədədlər var? 12, 5, 13 Pifagorda elə deyil. Deyəsən 4 qoyanda olur da, baxın. 5, 12, 13. Bax, bunu indi 2 bayda artıranda nə olacaq? 10, 24, 26. Bax, bunu 4-ə qoyun. Nə deyir? Üçbucağın daxilinə çəkilmiş çevrənin radiusu verilib. Üçbucağın sahəsini istəyir. Biz üçbucağın daxilinə çəkilmiş çevrənin radiusu deyəndə R-imiz nə idi? Böyük yazaq. Katetlər, cəmi, çıxılsın, hipotenüs bölünsün nə? 2 idi. Bu düzbucaqlı üçbucağın daxilinə çəkilmiş çevrənin radius düsturu idi. AB-də nədir burada? Hipotenüs. Deməli, bir yazacaqsınız A kvadrat üstəlik B kvadrat 169. Bir də yazacaqsınız A üstəgəl B çıx C bölünsün 2 bərabərdir 2-dir. Radius 2 verib. Buradan da alatsınız A plus B bizdə nədir? 4 olur. 17-dir. Təbii ki, siz nə edərsiniz? Ədədlər görünür. 12 ilə 5-dir. Amma görünməyə də bilər. Görünməyə bilərində nə edəcəksiniz? Ya buradan köməkçi müxtəsər vurma düsturu ilə yazarsınız, ya da 6 kvadrata yüksəldərsiniz. Bura var. Bu da AB bölü 2-də sahə olacaq axı. Buradan AB-ni tapın. Sahədə nə idi? A vur B bölünsün nə idi? 2 idi. Başa düşdünüz?
Bəli, müəllim. O da, o da 78 ona aiddir da. Hipotenuzu 6 verib, perimetri verib. O bildiğiniz ədədlər olmayacaq axı. Deməli perimetrə görə A plus B bizdə oldu 8. A kvadrat üzəri B kvadratda oldu 36. Onda gəlin bu dəfə bunu kvadrata yüksəldək. İndi A kvadrat üzəri B kvadrat 36'dır. AB oldu 14. Tez yazmadım. 14. Və saha nə idi? Katetlər hasili bölünsündən 2. 7. Son. Gələk 80-a. 80'ı burada verməkləri biraz şagirdlər üçün düzgün deyil. Deyim, o proqramı gözləmir. Çünki oxşarlığı bundan sonra keçir. Amma götürür burada oxşarlığa aid sual verir. Deyim, ümumiyyətlə proqramı gözləmir. Deməli, AB tərəf üzərində onda A-nı bu götürək, B-ni bu götürək, C-ni bu götürək. AB tərəf üzərində K nöqtəsi elə götürülüb ki, K-nı burada götürək. Deməli, C ilə birləşdirib yəqin ki bunu. İndi baxaq. Yazır ASK, bu bucaq, bərabərdir ABC, bu bucağa. Deməli, burada bucaq bərabərliyi var. Bucaq bərabərliyi olan suallar yadınızda saxlayın. Oxşarlıq. Bucaq bərabərliyi olan suallar nədir? Oxşarlıq. Bəs oxşarlıq nə demək idi? Üçbucağların iki bucağı eyni idisə, onda onlar nə idi? Oxşarlıq. Bəs oxşarlığın davamı necə deyirdi? Uyğun bucaqların qarşısındakı tərəflərinin nisbəti eynidir. İndi məndən ABC-nin sahəsini istəyir. ABC-nin sahəsini tapmasında gərək AC-ni tapam. Çünki AC-ni tapsam, iki tərəf var, onlar arasındakı bucağın sinusu var. AB sinüs alfa bölünsün 2-lə rahat hesablayacaq. Bəs necə eləyək? Baxın, bu üç bucağı nəzərə alın. Bu üç bucaqda alfa var. Alfanın qabağında 3 var. Yaxşı, bu üç bucaqda alfanın qabağında nə var? KS yox. KS yoxdur axı. Ona görə onunla deməli getmirik. Bir də, yox, üzrü sayın, biz böyük üç bucağla gedir deyə düz götürürük. Baxın, bir bu üç bucağımız var. Bir də böyük üç bucağımız var. Düz gedirik. Alfanın qabağında 3, alfanın qabağında da AC var. İndi, bax, 30'un qabağı ilə götürmə. 30'un qabağındakı bu yox. Ona görə nə edirsən? Bura bir beta desən, 3'ünün cəmi 180 dərəcə olduğuna görə məcbur burada beta olur. Bax, 3'ünün cəmi nə olacaq? 180. Ona görə betanın qabağındakı yenidən AC-nin, burada da betanın qabağına nə düşür? 12. Bu üç bucaqda oxşarlıq qaydaları necə deyirlər? Uyğun bucaqların qarşısındakı tərəflərin nisbəti eynidir. İndi AC də buradan neçə tapılır? 6. 6. Deməli sahədə nədir? AB sinüs alfa bölü 2. Yəni bu vur sinüs 30 bölünsün 2. Bir də oxşarlığı, əgər bu deyimim sizə qəliz gəldisə, oxşarlığı belə öyrənmək daha da yaxşıdır. Bilməyən elə öyrənsin burada. Yazıram 3 bucaq A, B, C. Niyə A? 30 dərəcə var. Niyə B? Alfa var. C-dəki hələ işarə olunmayıb. Oxşarlıq simvolu budur. Götürmüşük bu üç bucağı. Bu üç bucaqda A yerində qalıb. Eynidir. B-də burada alfa vardı. Gəlirsən bu balaca üç bucağa baxırsan alfa kimə düşdü? C-yə. Bunda o A, C, K qaldı da. Burada nə oldu? K. Bax bunu qurandan sonra, yəni uyğunluğa fikir verdik. Birinci nə əlirdi, ikinci nə əlirdi, üçüncü nə əlirdi. Bunu qurandan sonra deyirlər ki, yazdığına görə ilk ikisini burada ilk ikisinə bölürük. Son ikisini burada son ikisinə bölürük. Buradan birinci ilə axırıncını, buradan da birinci ilə axırıncıya bölürük. Verilən ədədləri yerinə yazdırıq, verilməyənləri tapırıq. Anladıq? Bəli, müəllim. 81 eynidir, özü yazarsınız. 82. 82 maraqlı sualdır. Və bu 82 yox, 83. Hədə 82 maraqlı sual da eyni şeydir. Burada siz nəyə fikir verməlisiniz? Bir üç bucaq var. Bu üç bucağın tərəfləri var. Və tərəflər də normal ədədlər deyil. Yəni burada Pifagor yoxdur, biclik yoxdur. Bir cümlə yazıb. Deyir ki, üç bucağın medianlarının kəsmə nöqtəsi. Medianların kəsmə nöqtəsi ağırlıq mərkəzi idi. Bu ağırlıq mərkəzindən deyir ki, böyük tərəfə qədər məsafəni tap. Şagirdlər və müəllimlər məsafə tap deyir. Məsafədə düz gəlməlidir. Və bu hündürlükdür. Bu medianın bir parçası deyil. Sən bura çəkilən medianı o düsturla tapasan, onu 2/1 nisbətində böləsən. Bəs onda nə edəcəyik? Biz ağırlıq mərkəzi yadınızda saxlayın. Niyə ona deyiblər də? Niyə ağırlıq anlayışı qoyublar? Ağırlıq anlayışı ona görə qoyublar ki,
bu nöqtədə fiqur neçə dənə fiqura bölünübsə, sahələr bərabər paylanılır. Bax, bunu bölsəm, indi neçə dənə burada üçbucağı var? 3 dənə. Onda 3 dənə sahə eyni olur. Mən bunun hamısını axıra qədər çəksəm, bax, axıra qədər çəkirəm. Neçə dənə üçbucağı var? 6 dənə. Onda sahələr 6 yerə bölünür. İndi 3 yerə bölünəcək. Və bizdən buradakı x istəyir. Burada hündürlüyə x deyək. Onda biz nə edəcəyik? Bax, x vur 21 bölünsün 2. Bu üçbucağın sahəsidir. Bu sahədə neçə dənə burada var? 3 dənə. Və bu 3 dənə ümumi nəyi verir bizə? Obitin böyük olan sahəsini. 3'e niye vurdum? 3'e vurmayla eyni tərəfli üçbucaq anlayışı deyil ha. Eyni sahəyə malik olan üçbucaqlar. Ağırlıq bölünür. Bax, onun da məntiqi nədir? Neçə dənə orada fiqur alınıbsa, sahə o qədər hissəyə bölünür. İndi ABC-nin sahəsini nə ilə tapacaqsınız? Heron. Götürün tapın yerinə qoyun. Heron necə idi? Yarım perimetr. Bu Heron idi. Sağda nə idi? Kök altında P bu, P P burası. minus A, P minus B, P minus. Bir minus S. Bəli, bax bu idi. Başa düşdünüz? Tamam. Yəni o medianın hissəsi olmur. Bu əvvəl imtahana düşmüşdü. Bəzi şagirdlər, çoxluq təşkil edən şagirdlər orada medianı tapıb, açıq sual daxil bu. Medianı tapıb o 2 bölünsün 1 nisbəti ilə onu hesablamağa çalışmışdılar. Bu bəzən Pifaqor ədədləri ilə də düşür. Onu da sizə deyim. Pifaqor ədədlərindən düşsə sahəni tapmaq daha rahat olur. Çevrə. ABC üçbucağın AB və AC tərəflərinin uzantısına və BC tərəfinə toxunur. Şagirdlər və müəllimlər, bu çətin sualdır. Bunu sizə mən isbat eləsəm, isbatı biraz qəliz gedəcək və vaxtınızı aparacaq. Bu bizə nə deyir? AB və AC. Və deyir ki, AB və AC tərəflərinin uzantısına toxunur. Onda mən bunu biraz daha da belə çəkməliyəm əslində. Və bu uzantılara toxunacaq. Bu A-dır, bu B-dir, bu da C-dir. Və bu BC-nin də çöldən toxunacaq. Və belə bir fiqurdur. Buna deyirlər xaricdən sanki daxilə çəkilmiş çevrə anlayışı. Və belə bir fiqurdur. Burada nə var? Bura A tərəfi daxil. Bu B-nin qabağındakına B tərəfi deyirlər, C-nin qabağındakına C tərəfi deyirlər. Və A tərəfinə toxunan çevrənin radiusuna altda da ay indeksi yazırlar. Era. Bu eranın belə tapılır. Sahə bölünsün P minus A. Sahə bölünsün nə? P minus A. Bax, belə tapılır. Deməli, B-yə çəkilsə onda necə olar? RB necə olar? Sahə bölünsün nə? P çıxılsın RC B. necə olar? Sahə bölünsün nə? P çıxılsın S. Buna daxili çəkilmiş çevrə deyil ha bu. Bu daxili çəkilsə daxilə çəkilərdi. Bu xaricdən tərəflərə toxunan çevrədir. Xaricdən çəkilmiş tərəflərə toxunan çevrədir. İsbatını da vermək olur. İsbatını da təbii ki, nə ilə verirsən? İsbatını da sahələrlə verirsən. Necə verirsən? Gəlin lap sizə isbatını da verim. Mikrofonları bağlayın, əlavə səs gəlməsin. Biz ABC üçbucağının sahəsinə fokuslanmalıyıq. Bax, o sahəni necə tapa bilərik? Bax, belə bir sahəyə baxın. Düz çəkə bilsəm. Belə bir sahəyə baxın. Burada nə var? Burada var A, B, O, C. Elə deyil. S, A, B, O, C. Belə bir dördbucaqlı var. Bu nədən ibarətdir? Bu iki sahədən ibarətdir. Bir ABC üçbucağının sahəsindən ibarətdir. Bir də S, B, O, C üçbucağının sahəsindən ibarətdir. Elə deyil. Tamam. İndi necə tapın bunu? Baxın, bunu buradan bölsəm 2 dənə fiqura, belə də bölürəm. Bax, bu sahəni mən 2 dənə üçbucağı burada bölmüşəm. Biri budur. Biri də bu tərəfdədir. Qoy görün. Biri də bu tərəfdədir.
Onlar üçbucaqlardır. Üçbucağın sahəsi də tərəf vurulsun, hündürlüyü bölünsün nə olurdu? Axı bunun hündürlüyü nədir burada? R deyil. Radius toxunana nədir? Perpendikulyardır axı. Olur S vurulsun, R bölünsün 2. Bu tərəfdə sahə nədir? R vurulsun B bölünsün 2. B vurulsun, R bölünsün 2. Bu R'dəki R adda. Bəs bu bərabərdir ABC üçbucağın sahəsi qalsın öz yerində. O herondan tapılacaq. Bəs BOC-nin sahəsi nədir? A vurulsun R Bəli. Yox. A vurulsun RA bölünsün nə? 2. 2. Hə, indi mən burada SABC-ni bir tərəfli saxlasam, ERA-ları bölünsün 2-ləri bir tərəf, ERA-nı ümumiyyətlə çölə çıxartsam, burada olacaq C plus B çıxılsın A bölünsün 2. Burada olacaq SABC. Bəs bu da axı A plus B plus C yarım perimetrə görə 2P-dir. Onda bax fikir versəniz, C plus B çıxa, yəni hər tərəfdən 2A çıxıram. 2P çıxılsın 2A olur. Elə olmur. Onda bunun yarısı da P minus A olur. Deməli onda olur ERA bərabərdir SABC bölünsün P minus A. Axı burada böl 2 də var. Anladınız indi? Tamam. Bu da sizin ispat. Ama burada bir gözəlliyi var. İndi bilmirəm onu salarlar, salmazlar. Amma hər ildə keçəndə adam narahat da olur. Çünki bu sual varsa onu da sala bilərlər. Və bunları yazanda şahidlər fikir verin. Bizdə daxı ümumi erimiz nədir? S bölünsün nədir? A plus B plus C 2 dənə ilə daxı. Yəni əslində necə yazırlar? Daxilə çəkmiş çevirən radisyon. Belə yazırlar axı. Erdə budur. Baxın, siz bunların tərslərini götürsəniz, bunları toplasanız, 1 bölünsün, bunun tərsini alacaqsınız. Yəni 1 bölünsün eri alacaqsınız. Belə bir düstur var. Deməli, belə çıxır ki, erləri sizə verər. R-anı, R-B-ni, R-seni. Ümumi daxilə çəkilmiş çevrənin radiusunu soruşa bilər. Onda bu düsturla yazarsınız. Anladınız? Bəli. 85. Yazıb katetləri 10 olan bərabəryanın düzbucaqlı üçbucağın. Gəlin çəkək. Bunu məncə balaca çəkməliyik. Katetləri 10 olan bərabəryanlı bir düzbucaqlı üçbucaq var. Xarici oblastında tərəflər üzərində tərəfləri uzunluqları düzbucaqlı üçbucağın tərəflərin uzunluqları kongruent kvadratlar qurulmuşdur. Yəni burada bir kvadrat qurulub. Görək elə. Bu tamamlamayacaq. Gələ özümüz tamamlayaq. 1. Bir kvadrat qurulub. 2. 3. Burada da bir kvadrat qurulub. 1. 2. 3. Götürüb burada da bir kvadrat qurublar. 1. 2. 3. Bunun kvadratlar qurublar. Yəni tərəf katet 10 olanda bunlar təbii ki tərəflərdə 10'dur. Burada 10 kök altda 2'dir. Onda tərəfi nə olacaq? 10 kök altda 2. İndi təpə nöqtələri bu kvadratların simmetriya mərkəzlərində yerləşən. Bəs yaxşı simmetriya mərkəzi nədir? Kvadratın simmetriya mərkəzi diaqonallarının kəsişdiyi nöqtədir. Elə deyil. Kvadratın simmetriya mərkəzi hara düşür? Bəli, diaqonalların kəsməsi. Diaqonalların kəsişdiyi nöqtəyə düşür. Bu da buradan. Bunu da çəksək. Bunların kəsişdiyi nöqtə burada nə olur? Simmetriya mərkəzi olur. İndi deyir o simmetriya mərkəzlərini birləşdirəndə alınan fiqurun sahəsini tapın. Onda nə edirəm? Gəlirəm bura O1 deyim, bura O2 deyim. Burada nə olur? O3. Bunları birləşdirsəm. Alta fikir verin. Bura diaqonalın nə idi? Yarısıydı. Yarısıdır. Tərəf 10 olanda o diaqonal 10 kök altda 2 Beşdir, olduğuna görə bura nə olur? 5 kök altda 2. Burada 5 kök altda 2. İndi gəlirəm bura. Bunların tərəflərini belə tapmayaq. Hündürlüyü tapaq. Hündürlüyü də bu kvadratın axı bura fikir verin. Bura 10 olanda bu kvadratın hipotenuza uyğun olaraq bura 10 kök altda 2 idi axı. Elə deyil. Diaqonalların kəsişmə nöqtəsindən keçən bu parça bütün tərəf olmur. Bu diaqonalların kəsişməsindən bura qədər olan məsafə tərəfin yarısı olmur. Da bura.
Deməli, bax bura 10 kök altta 2-nin yarısı. Yəni nə qədərdir? 5. Burada ümumi düzbucaqlı üçbucağın hipotenüzünə çəkilən hündürlüyüdür. Burada nə qədərdir? Çünki bərabəryanlı düzbucaqlı üçbucağın hipotenüzünə çəkilmiş hündürlük həm də nə idi? Bəli. Median isə. Yarısına Median hipotenüzün yarısı. Bax indi fikir verin. Bu hündürlüyümüz nədir? 10 kök altında 2. 10 kök altta 2. Bu tərəfimiz nə tərəfdə qədərdir? 5 kök altında. 10 kök altında 2. Bölünsün 2. Çünki o üçbucağın sahəsini istəyir. 10 kök altında 2. Qəbul eləyirəm ki, şagird üçün çətindir. İmtahana düşsə onun şəklini çəkmək var. Bunları birləşdirmək var, çətindir. Gəldik 86-ya. 86-nı oxumadan siz nəyə yazı salacaqsınız? Elə müəllimlərə də aiddir, şagirdlərə də aiddir. 15-75-in ən çox istifadə olunan qaydasını yazı salacaqsınız. Hansı qayda idi? Kim deyər? Yadımdan çıxdı. Kimin Hündürlük yazdı? hipotezin 4'te 1 Ayrıcıyıq müəllim. Bəli. Deməli, Hündürlük bunu hər hipotezin kəsə 4'te 1. öyrətmişəm. Dərslərə qoşulanlar, əyani və onlayn. Deyirdik, median çək. Median hipotenuzun yarısı olduğuna görə burada da 15 dərəcə alınır. Burada nə alınır? 30. 30'u görən kimi hündürlüyü çək. 30'un qarşısındakı hipotenuzun nəyi idi? Yarısı idi. Yarısıdır. İndi median hipotenuzun yarısı olduğuna görə, median 2h olduğuna görə bura nədir? 4'te Deməli 4h oldu hipotenuz. Hündürlük oldu hipotenuzdan 4 dəfə az. Bu keçən il isbat məsələsi kimi gəlib birinci qruplara. İndi bura 90 dərəcə bizə verib. Bunları bərabər verib. AD ilə DB-lik. Deməli median verib. Median. Da bu nədir? Median. ASN-də 20 verib. Bitti. Onda hündürlük 20-dən 4 dəfə az idi. Saha, bura nə qədər olacaq? 5. 5. Saha nə idi? Hündürlük vurulsun. 20 Tərəf böl 2. bölünsün 2. Saha da oldu 50. Amma median çəkin. Median sahanı nə edir? beraber böleceğiz. Yarıya bölür. Sonradan da onu tapırıq. Ha. Deməli olur nə qədər? 25-25. Aydındır. Bu sualları yaman orada burada paylaşırlar ki, təzə suallardır, çətin suallardır. Baxaq. ABS düzbucaqlı üçbucağın AD parçası BAC-nin tənbüləndir. Biz burada nədən istifadə edəcəyik? Tənbülən görən kimi bu saha məsələlərində mənim ağlıma gələn ilkin qayda olur. Tənbülən bucağı nə edir? Tən bölür. Yarı. Təbii ki. Və ikinci qaydası vardı. Deyirdilər ki, tənbülən üzərindəki nöqtədən tərəflərə qədər məsafələr nədir? Bərabərdir. Eyni. Məsafə də gətirəcək hündürlüyü xatırladacaq. Hündürlüyü də gedəcək nəyi xatırladacaq? Sahanı xatırladacaq. Və biz deyirdik ki, bunlar nədir? Bərabərdir. Əslində orada 2 dənə eyni düzbucaqlı üçbucaq var. Onların uyğun katetləri, uyğun hipotenuzlar təbii ki nə olacaq? Eyni olacaq. Hələ buradakı bucağı da eyni olur. İndi gəlsək bura. Deyir ki, BAC-nin tənbili AB perpendikulyardır. Bunu verib, bunu bildik. AD-də tənbüləndir deyir. Bunu da bildik. BD-ni də 6 verib. Onda mən həmin qaydadan istifadə edəcəm. Baxın. Tənbülən üzərindəki nöqtədən tərəflərə qədər məsafələr nədir? Eynidir. Eynidir. Deməli, burada oldu 6. İndi bizə ASN-i də verib 12. Onda o qaralanan üçbucağın sahəsini necə taparıq? 6 vurulsun 12 bölünsün 2. Tərəf vurulsun hündürlük bölünsün 2. Belə. Aydındır. 88. 88-də deyir DO paraleldir AC. DO paraleldir AC. Yəni bu paraleldir buna. Onda paraleldirsə, o iki paralel düz xətt arasındakı məsafə, yəni bu məsafə ilə buradakı bu paralellik arasında məsafə nəsə xatırladar mənə nəyisə. İndi baxarıq. Yəni bunu mən belə paralel davam eləsəm, indidən bilək ki, bura hündürlükdür, elə deyil. Onda burada həmin məsafə olacaqdır. Çünki iki paralel düz xətt arasındakı məsafə dəyişilmir axı. Həmişə nədir? Sabit qalır. İndi o mənə onu xatırladacaq. Bax, görürsünüz, ağlıma gəlir. Paraleldə sahədə nədən istifadə edə bilərəm? Hündürlük. Çünki bir dənə bir şey verib, saha verib, radius istəyir. İndi nə edək? Bura radiusdur. Düzdür? Və buranın sahəsini mən nə ilə tapa bilərəm? Bir dənə məlumata görə nə ilə tapa bilərəm? Və bu körbucaqlı üçbucaqdır. Körbucaqlı üçbucaqda biz yadımıza salaq belə bir özümüz üçün üçbucaq çəkək.
Çorbucaqlı üçbucaqda sahə necə tapılırdı? Bu Xaricinə S çəkilen təpəsindən hündürlüğüyle hündürlük hara gedirdi? Çölə. AB'nin Hı. Bura uzantısına. S, burada H. Ters Sahə necə olurdu? bölünsün. S vurulsun. H ise bölünsün 2. Yəni hündürlük ölçməni deyildi ki, gəlib tərəfin üzərinə düşsün. Ona görə burada da elədi. Baxın, bura nədir? Radius toxunana nədir? Radiusdur. Perpendikular. Bura radius. Perpendikular. Düzdür. Və biz deyirik ki, bu xətti də aparıram. Bax, bunun uzantısını aparıram ki, görün də, bax, bunun uzantısını aparıram. Və deyirik ki, bura ilə buranın nə fərqi var ki? Bax, bu A təpəsindən çəkilən buradan bura olan məsafə ilə buradan bura olan məsafənin nə fərqi var? Paralelliyə görə fərqi yox. Hı. Onda burada radiusdur təbii ki, çünki bura radius. Evet. Onda bu qaralanan üçbucağın sahəsi elə radius bax, bu oturacaqdır. Yəni bu S-dir. Ona çəkilən hündürlük də nədir? R. Erdir. Dua eləyərsiniz. Bu da oldu 8. Anladın? Bəli. Şagirdlər siz də anladınız. Sahə, tərəf bu, hündürlük böl 2-dir. Bəli, müəllim. Hündürlüyə fikir verin. Radius toxunana perpendikulyardır. Analiz eləyin. Gəldik 89-a. 89-dan əslində danışmaq istəmirəm. Çünki nədən? Deyir ki, tərəfləri ABC və A tərəfində çəkilmiş hündürlüyü. Deməli, bir ABC üçbucağımız var. A tərəfində çəkilmiş hündürlük H-aymış. Onda sahə necə tapılacaq? Sahə bərabərdir. H-a Tərəfin vurursun, A. hündürlüyü böl 2. İndi deyir ki, sahə. Sahəmiz var mı? Sahə oldu D. Bu getdi. Sonra buradan hündürlüyü tapır mı? Hündürlüyü tapır. Bax, buradan H-anı tapsam 2 dənə sahə bölünsün nə olur? A. Deməli, bu 1-ə, buna da getdi, buna da getdi. İndi mediana baxaq. Qalanları da bu da onsuz da. Sahə də var da, bu da var da onsuz. Elə deyil. Bu da nədir? Heronda deyir Heron üçbucağın sahəsi. Sən də üçbucağın sahəsini yaz. Deyir MB də mediandır. MB də mediandır. Medianla sahə arasında, medianın uzunluğu ilə sahə arasında əlaqə çox da istifadə olunmur. Var elə misallar, amma o biraz çətin misallara gedir. Yəni testə salmazlar. Sözə fikir verin. Medianın uzunluğu ilə hər hansı bir medianın, bir dənə mediandan söhbət gedir. Uzunluğu ilə sahə arasında o qədər də əlaqə olmur. İndi medianın öz düsturu nə idi? Var desəm təkrar qalıb bunu atıblar bura. Bu da olsun çıxılsın B kvadrat. Son. Anladıq? Oradan da taparız. Gəldik nə? Orta xətlərə. Orta xətlər iki tərəfin ortasını birləşdirən nə olurdu? Parça olur. Bərabər Elə deyil. sahələr ayıracaq. İndi gəlin onu ispat edək də, qoy maraqlı olsun. Bu o vaxt orta xəttdə olurdu ki, bunlar 1, 1, 1, 1 nə olsun? Bölünsün. Yəni lap x yazıram, burada y yazıram. Onda bax fikir verin, bunun tərəfi 1-dir, bunun tərəfi nədir? 2'dir. Yəni bura s-dirsə, bura 2y olduğuna görə nədir? 4s 4S. kvadratdır. Ona görə bura neçə s qalır? 3S. Bu orta xəttdə belə bölünəcək. Yəni bura s-dirsə, bu aşağı neçə s olacaq? 3s. Sonra, indi mən eyni şeyi buradan da çəksəm, burada s olacaq. Buradan da çəksəm, burada s olacaq. Yuxarıda qalan üçbucaq s olur. Onda o aşağıda 3s olduğuna görə bura nə qalır? 1S. Amma əslində elə bu ümumi üçbucaqlar da eyni üçbucaqlar olur. Tərəfləri eyni olan üçbucaqlar da kongruent üçbucaqlar olur. Buradakı 4 dənə üçbucağın 4-ü də. Bütünü də tapın. Anladınız? Trapesiyanın sahəsi 3s-dir, balaca üçbucaqların sahəsi də nədir orada? S-dir. Aydındırmı? Bəli. Sahə, bərabər tərəfli üçbucağın sahəsi. Bərabər tərəfli üçbucağın sahəsi nə idi? A Kvadratı kvadrat çarpı 3 bölü 4. Diagonalı A olan, diagonal ümumiyyətlə dördbucaqlarda sahə D1 vurulsun, D2 vurulsun, onlar arasındakı bucağın sinusu bölü 2-dir. Bölü Bunu iki. bilin. Bu dördbucaqlarda bir gizlənilən sahə qayda düsturu olur. İndi kvadratın diagonalları eynidir. Bucağı da ki 90 dərəcədir. Ona görə bu olur sahə. Onsuz da diagonal A küşaltda 2-dir. Kvadratı 2A kvadrat edir. Onu da yarısı A kvadrat edir. İndi diagonalı adı. Onda diagonal adısı bu olacaq sahə nə? A kvadrat bölü 2. Varsa götür.
Sonra hipotenuzu A olan bərabər yanlı düzbucaqlı üçbucaq. Hipotenuz A-dırsa, onda bərabər yanlı düzbucaqlı üçbucaqda dedik ki, hipotenuza çəkilmiş median hipotenuzun yarısı idi. O elə həm də hündürlüyü idi. Onda sahə yenə necə tapılacaq? Tərəf vurulsun, hündürlük bölünsün nə? 2. Olacaq bu. Yadınızda saxlayın. Bərabər yanlı üçbucaq oturacağa çəkilmiş median, tən bölən hündürlük eynidir. Unutmayın bunları. 93-də də özünüz düşünərsiniz. Hipotenuz çəkilmiş median hipotenuzun yarısıdır. Unutmayın. Gələk 94-də. Biz deyirdik 94-də radius nədir? A plus B A plus çıxılsın B. C bölünsün 2. Bölünsün 2. Sahada nədir? Katetlər hasili bölü 2. Düşünün. Katetler verilib, hipotenuz verilmedi. Verib. Yəni bu çox bəsit sualdır. Radiusu Bəli. da gəlib tap. Bir cavab ver. 95-də eyni məntiqlə. Maksimum burada belə sual düşsəydi deyərdim, hə. Sahə nə idi? M vurayım. Çünki sən burada radiusu da tapatsan. Bura n deyəcəksən. Bura nə deyəcəksən? M deyəcəksən. Buralar da nə idi? R idi. Götürüb Pifagoru Evet. yazacaqsan. Hə. Orta xəttirsə buraya S olanda bura neçəsi S4 olurdu? 3S. Və burada da eyni. S Hə, 3S. burada nə var idi? Median sahanı nə edirdi? Yarıya bölür. Bax, 1. Bax, mən yazıram. 1. Median. Median sahələri eyni yerə bölür. Bunu bildik. 2. Tənbölən. Tənböləndə bayaq dedim. Dedim ki, əgər AD ilə DC-ni veribsə, onda ABD-nin sahəsi ABD bölünsün S, BDC-nin sahəsi. Mən həm də AB bölünsün BC-ni yaza bilərəm. Varsa götürün. Var. Gördünüz? Bir də ümumi qayda nə idi? AB bölünsün AD, BC bölünsün nə idi? Değilse. Tənbölən qaydasıdır. Hündürlük nədir bəs? Hündürlük sadəcə olsa. Hündürlük də sahə bərabərdir. Tərəf vurulsun hündürlük bölünsün nədir? 2-dir. Anladıq? Bölünün. Burada da yenə özünüz qurun və çalışın. Tələsməyin, yəni onu qurun. Gəldik bunlara. Mən tənbölən görən kimi alfaları yazıram. Heç o qədər də düşünmürəm. Hələ bu düzbucaqlıdır. 45-ləri nə edirəm? Yazıram. 45. DC 12 imiş. Əla. Burada Onda burada 12'dir. 12'dir. AY 13'müş. Onda bura 13'dür. Bura 12'dirsə Pifagordan bura nə olacaq? 5. İndi ABY-nin sahəsi. Bu qıraqların sahələri nəyə 17 olur? vurulsun 12. Ha, AB'nin değilsiniz. Hətta burada var da əslində. 17 vurulsun 12 bölünsün nə? O üçbucağı da axı. Üçbucağın sahəsi tərəf Bəli. vurulsun hündürlüyü bölünsün nədir? 2-dir. Bir də bu da var da. Bax buranın sahəsini tapın 30 eləyir. Buranın sahəsini tapın 72 eləyir. Bu orta qıraqların nə idi? Cəmi. Ha, hasını verildim. Cəminə yazdım. Orta qıraqların nə Cəminə. idi? Cəminə. 101'i özünüz yazın. 102'de deyir ki CD böl DB bura 3K'dır, bura 5K'dır. Onda bax 30'u 5'e bölür. Nəyi? Ümumiyyətlə 5'dən 30 alır. Tənbələni yazıca salın. 6'ya vurur. Deməli burada da 6'ya vuracaq. Onda Pifagora görə 18 Beş 30. Nəyə bölürük burada? 6'ya 5 3. Onda burada 4'ü daxil. Dörd. 4. Amma 6'ya bölmüşük. Deməli bura nə olacaq? 24. 24'tür. Götürün Pifagora yazın. 24 8K'dır. 5. K'miz 3 olur. Deməli buramız 9 olur. Buramızda nə olur? 15 olur. 15. Kimi istir ABS? ABS nə idi? Sağ tərəflər hasili, katetlər hasili bölünsün nə? 2. 18 bölü 24 böl 2. Buna baxaq, burada biraz diqqətli olaq. Bizə deyir bərabər tərəfli üçbucağın sahəsi. Bərabər tərəfli üçbucağın sahəsi A kvadrat kök altında 3 bölünsün 4-üdür. Bunu mənə 25 kök altında 3 verib. Kök 3'lər getdi, A kvadrat oldu 100, A da oldu 10. Yəni bura oldu 10. İndi bu bərabər yanlı deyil, diqqətli ol. Burada x desən, y desən, x plus y 12 verib. Bəs buranın sahəsini mən necə tapa bilərəm o ortada olan sahəni? Katetlər hasili bölünsün nədir? 2. Bəs yaxşı Pifagoru da yaza bilərəm axı bayaqki kimi. Yəni 10 görən kimi siz elə bilməyin, 6 8. Hipotenuzu 10 olan sonsuz sayda düzbucaqlı üçbucaq var. Deməli indi mən buradan nə keçiş etməliyəm bunu tapım ki? Ya yuxarını kvadrata yüksəldirəm, ya da aşağıya müxtəsərin köməkçisinin
Tətbiq eləyərəm. İndi bura 100-dür. Onda 12. x-i nə tapdınız? 22. Sağda nə idi? Katetlər 11. asılı bölük. 11. Anladıq? Bəli. Bəli. Bu 104 də eynidir. Özü işləyərsiniz. Gələk 105-ə. Görək bu 105-də nədir? Deyir, tərəfi 4 cm-dən konqruent 2 bərabər tərəfi üçdən oturacaqlar bir düz xətt üzərindədir. M və K nöqtəsi bu üçdən oturacağın orta nöqtələr. Yaxşı, 4-dürsə buralara nə düşür? 2. Hə, indi bu axı paralel deyil, paralelliyə gəlib çıxa bilərik. Bir də bucaqlar 60 dərəcədə axı hər biri. Onda Bucaq. bərabər tərəflidir. Onda burada 60 olur. A kvadratı küsuratda 3 bölünsün nə idi? 4-dür. Olur küsuratda 3. A-nın yerinə 2 qoydu. Bəli. Valla siz zaneri işləyən müəllimlər, o sentyabr, oktyabr, onları gözəl işləsiniz. Bunlar burada ümumi götürəndə heç bir 5% sual maraqlı sual deyil. Mən deyim sizə. Gələk baxaq buna. Adi 12. Əla. Hə, bu biraz maraqlı olacaq. Bu mənim yadıma düşdü. Buraxılış imtahanına düşmüşdü. İndi burada hansı biclik yazıca düşməlidir? Şagirdlər, siz də düşünün. Müəllim nə deyib həmişə? Müəllim deyib ki, bir bərabər yanlı 3 bucaq görən kimi neyini? Hündürlük seç. Hara? Duracağa. Bəli. Hündürlüyü çək. Çünki bu hündürlük buranı neynəyəcək? Yarıya böləcək. Deməli, sən də bu hündürlüyü çək üzrə, 6. düşürmə. Bəli. Onda bunu çəkəndə bəxtimizdən bu da 6-6 bölünür. Onda bura fikir ver. 12, 2, 6, 13. Pifagordan bura nə olur? 5. İndi bu hündürlüyü 5 tapmışıq. BSD-nin sahəsini istəyir. Yaxşı, BSD-nin sahəsini istərsin. Buranın da yenə hündürlüyü S təpəsindən çəkilən hündürlüyü 5 deyil. Bəli. Onsuz 6 burasını hündürlük 5 bir dəfə bölünsün ölçülür ki. də, bir dəfə çəkilir. Deməli, Bəli. həmin o BDS-nin də sahəsi 6 vurulsun, 5 bölünsün 2. Anladıq? Bəli. Bəli. Gözəl. Bayaq bunu dedik. Nə dedik? Dedik, buradan çəkəcəyik. Bəli. Nə deyəcəyik? Bura 10, bura 10, bura x, bura y. Deməli, soldakı üçbucağın sahəsini tapacağıq 10y bölü 2. Sağdakını tapacağıq 10x bölü 2 və bu bütün üçbucağın sahəsidir. İndi buradan 5 dənə x bölü y. X plus Y 8. Aydındır. Bunu da yazın. Bəli. Bəli. Eynidir. İndi görə burada necə olacaq? Bu dəfə sahanı istəyir. Ümumiyyətlə, bayaqki qayda ilə gedəyək də. Dedi, bu ikisinin cəmi yan tərəfə çəkilən nəyi verirdi? Hündürlük. Hündürlük. Onda hündürlüyümüz elə 6-dır. Oturaq tərəfimizdə 8-dir. Saha oldu 6 8 burasını vur 6 8 bölü bölünsün 2. 2. Qeydləri yaxşı apararıq. Gələk 110-a. 110-da bir orta nöqtə verib. Bir də saha verib. Bu saha necə tapılırdı? Katetlər hasili böl 2 ilə. X-i tapdı 8. Mən tez hesablamıram. Mən əvvəl yazmışam. Ona görə yaddaşımda qalıb. Bu təkrar sualdır. Keçənki testlərdə də vardı. İndi bizdən əlavə bunları istəyir. Bunların da 3-ün bir-birinə bərabər verib. İndi 3-ün bir-birinə bərabər veribsə, gəl burada. Bunu çək. Bura x deyibsən. Onda burada x-dir, burada x. Buralarda nə olur? 8, 8. Elə olmur. Bəs bura nə qədər idi? 6 burasını 8. 10'a Sahəsi. tələsmə. Bura nə qədər idi? 16. 16. Baba, Aşağı bura nə oldu. qədərdir? 16. Onda baba, bura olur 16 çıx x. Doğru x. İndi gəlirik bu balaca yerə. Bura. Pifagor əmrinin teoremini yazırıq, kifayətdir. Sizcə x nədir orada şifahi? Tez görə bilərsiniz. On. Bəli. Ya da açın, həll edin. Bax, bura fikir verin. Bura x-idir, 3-ə eynidir. Bəli. Burada bərabərlik verib, oxuyun sual. Mən də bunu tamamladım. Tamamlayanda 16-nı verdi. 16-dan da x vardı, 16 x qaldı. Bərabər yanlı üçbucaqda da oturacağa çəkilmiş hündürlük, median, tənbölən nədir? Bu da baba ortadan çəki bax. Bəli. Anladınız? Bu da eynidir. Özü yazarsınız. Gələk buna. Bu blok imtahanının sualıdır. Səhv etmirəmsə, elə yadımdadır. İzah da vermişdik biz. Paralellik olmalıdır. Gəlin baxın. Deyir ki, DM paraleldir BC-yə. Nobarıq bir dənə bu sualdan atacaqlar. Siz ala, baxın, başqa yoxdur. DM paraleldir nədir? BC-dir.
İndi görək bunu rahat necə yaza bilərik. N-in böl M-də 1-in 4-ə nisbətidir. N-ı böl M-dir. Yəni bura bir K-dır, bura nədir? 4K-dır. A, M, N-in sahəsi 1-dir. Buranın sahəsi 1-dir. D, Onda M, S-nin sahəsi 8-dir. İndi biz nə qaydasını tətbiq etməliyik burada? Baxın, mənim yadıma onda nə düşmüşdü? Mənim şagirdlərim bilir, imtahan olanda mən onu izah verirəm kanalda. Mən düşünmədən çıxıram. Yəni baxmadan çıxıram, başlayıram elə izah verməyə. Ağla gələn qaydaları deyirəm. Bax, bura K-dır, bura 4K-dır. Buranın sahəsi 1-dirsə, qayda vardır. 1-dən 1 alıb 4-dən nə alacaq? 4. Deməli, buranın sahəsi nə olacaq? 4. Keçdik bura. Və keçdik nəyəm? Bax, bura. Buradan da bax keçə bilərik. Bura baxın. Yazırıq da. Yəni danışaq. Ümumiyyətlə bu sual haqqında danışaq. Hə. Bax 4K-dan 8 alıb. Nəyə vurub? 2. 2-yə. Onda burada da 1K-dan nə alacaq? 2. 2. Bax, uca tapıldı. Onda bax, bura baxın. Bax, indi bu üç bucağa baxın. Gəlin elinə bunda danışaq. Bax, bu üç bucaqda 1-in 2-yə nisbəti varsa, yenidən bura x olur, bura neçə x olur? 2. 2x olmur. Uca Tamam. nə qədər şey tapmışıq, ha, davam edək. 2. Onda paraleldən falesə görə də bura A olanda burada 2A olmayacaq. Bəli, müəllim. İndi bax, elə oxşarlıqdan hələ o qədər getməyəcəm. Bax, bu üç bucağın sahəsinə baxın. Burada nə var? A-ya görə 3. Yəni 1-dən 3 alır. Onda 2-yə görə nə 6. olacaq? Və hər yerin sahəsi var. Yəni nə istəyir var? Hər yerin sahəsi var. Anladınız? Bəli, müəllim. Qısa üsul da demək olar burada. O oxşarlığın sahələr nisbəti, tərəflər nisbəti nə idi? Kvadratına bərabərdir. Oradan da demək olar. Demək olar. Əslində bu da trapesiyadır. Buradan da nəsə demək olar. Bildiniz? Belə suallar biz caniyerdə, dördbucaqlarda, paralelogramda, trapesiyada çox görəcəyik. 113. 113-də yenə nə deyir? Tərəfi 4 sm olan kongruent 2 bərabər tərəfi üçbucağın oturacaqları bir üçbucaq üzərində M və K nöqtəsi üçbucağın oturacaqların orta nöqtələrdir. Şıxlanmış sənin sahəsini tapın. Tərəfi 4'müş. Onda buralara nə düşür? 2. Onda biz belə laf deyə bilərik. Bərabər Bura baxın, tərəflidir. bu orta nöqtədə olanda S-lə neçə S olurdu? 3 Bizdən 6 S istəyir. Bizdə də 4S'imiz var axı. 4S'imiz bütün sahədə axı. A kvadrat küratda 3 böl 4 deyil. Bax, gəlin belə yazın. Bu da oldu 16 küratda 3 böl 4. Bu da oldu nə qədər? 4 küratda 3. S'imiz oldu küratda 3. 4S 4 küratda 3. Onda S'imiz oldu- 7 qaralanmış tərəfi 6 olacaq. 6 kök. Anladıq? Bəli, müəllim. Bu da onun kimi. 115. Ha, yeni şeydir. 2-2 verib də. Yaxşıdır, özünüz də düşünərsiniz. Bərabəryanlı düzbucaqlı üçbucağın hipotenuzuna çəkilən hündürlük. Bir dənə belə biz çəkək. Bura bərabəryanlı, yəni 45-45-dir. Bu da C-dir, A-dır, B-dir. Hipotenuzun hündürlüyün üzərində qurulmuş. Hipotenuzun hündürlüyün üzərində qurulmuş. Bu kvadratın bir tərəfi həmin hündürlükdür. Sahəsi bu qədərdir. Yəni h kvadrat, yəni elə bir ki, bunun hündürlüyü h-dır. Deyir burada da bir dənə kvadrat qurulub. O belə bir kvadrat qurulub. İndi mən də deyirəm ki, həmin sahə h kvadrat olmayacaqdır. Deyir bu üçbucağın kateti üzərində qurulmuş kvadratın sahəsini tapın. Deməli bura h-dır. H kvadrat budur, yadınızda saxlayın. Və bura 90-90'lara görə bilirik də buralarda h olur. Və yaxud da ki, bərabəryanında hündürlük nə deyiləm? Mediandır. Median hipotenuzun yarısı. Onda bax, Pifagordan bura nə qədər olur? H kök nə? 2. Hə. İndi sənə deyir ki, burada da bir kvadrat qur. Ha belə. Buralarda da qur. Katet yox, bir katet üzərində deyir bu. Deyir bunun sahəsini tap. Yəni bunun da sahəsi nə olacaq? 2h kvadrat olmayacaq. Tərəf h küratdakı da. Düzdür müəllim, düzdür. So, indi bu budur, bunu istəyir. Deməli nə qədər olacaq? 14 tam nə? 14. Gələk 117-yə. 117-də nə deyir? 117-də gələcək bayaqçı qaydaya çıxacaq. Baxın, bura 90, 120, 90, 360 olmaq üçün bura nə qalır? 60, onda Onda bu nə olur? Bərabər tərəfli olur. Bu da elə deyil.
Bəli. Hə, indi bərabər tərəflidə də əslində çox şeylə yazmaq olar. Çoxların hamısı ilə getsək taparıq. Bəli. Hə, elə hündürlük tapın. Onda hündürlük bərabər tərəfdə necə tapılırdı? A + 3 bölünsün nə ilə? 2. Yine. A-da 8-də. Yaxşı, Bəli. başqa cür nə edək? Bunu birləşdirək. Hı -hı. Birləşdirək. 60 olanda buralar da 60 olur. Buralara nə qalır? 30. 30. Onsuz bu da tənbələn olacaq da məncə. Hə, bura x, burada y-dir. Əslində onlar eyni parçadır. Bu dəfə bucağa görə eyni parçadır. Onda bu x-ə görə necə saat taparıq? Burada nə idi? 8 idi. 8x bölü 2. O tərəfdən də 8y bölü 2. Bütün sahədir. Bütün sahədə iki tərəfin hasili vurulsun. Onlar arasındakı bucağın sinusu bölünsün nə idi? Yəni deyirəm ki, 60 tutaq ki, deyil də indi o. Məsələn, 30-dur. Başa düşdünüz? Onu demək istəyirəm. Məsələn, 30 dərəcə 150 olsun tutaq ki, bura. Bu misal üçün bura 150 olsun. Onda bura nə qalır? Hə, onda indi sahəmiz necə olur? 8 vur, 8 8 vur, köpək. sinus Sinus 30. 30 böl 2. Nə qəşəng, hə? Deməli, onda nə olur? 4 dənə x plus y. Buradan da 64-dür. Sinus 30-da 2-də 1-dir. 16 olur. X plus y nə qədər olur? 4. Belə. Razı qaldınız izahlardan. Bura Bəli. qədər də, ora qədər də çoxu rahat sualdır. İndi nə əlavə sual olar? Həm soruşa bilərsiniz, həm də indi biz dərs keçəndə də lövhədə də izah edərik. Çox sağ olun müəllim. Buyurun, buyurun. Sağ olun. İnşallah Bir xeyirli dərs olur. xeyirli Yəqin olsun. ki. Sağ olun. Sağ olun müəllim. Təşəkkürlər.